Salam əziz izləyicilərim, salam xanımlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu gəlsin, xoş xəbərlər eşidəcək bir gün olsun. Xoş gəldiniz videoma, təzə videoya başlayıram. Bugün sizinlə, nə pişirirəm? Yəni bugün günorta yeməyimi sizinlə bölüşəcəm. Belə bir piti qabıdır, böyük piti qabıdır, baxın belə. Qazanda yəni, burada hardasa bəlkə də 5 dənə pitinin 5 dənə balaca piti qabının qədəri var. İçinin qara olmağı bu elə spesialini belə qazandı qızlar. Çox ağırdı, hardasa baxın 3 kilo var, qalın belə qabda, pişmiş qabdı. Bunun içi elə özü qaraldıblar. Bu nə türklər gövəcmi, küvəcmi nə deyirlər bilmirəm. Belə bu çoxdandandır bizdə. Bunu Trabzondan almışdıq, hardansa maşınla gələndə belə Çinli deyirlər də, buna Çinli qablar satılan yer yolda var idi, oradan almışdıq. Qapağı yoxdur, amma çox ağırdı. Bunu da tez-tez pişiririk, çox dadlı alınır. Qalındır deyə elə bil yavaş-yavaş da pizza olur da, ət tam elə bil dağ olur deyirlər, nə deyirlər. Hə, indi nədən başlayırıq qızlar? Əti belə hardasa 3 qoyun ətidir. 3 saatdır belə suda saxlamışam. O suyu tökdüm, bu da təzə təmiz sudur. Suda yenə yudum, yaxaladım. Bu noxuddur, soğandır, hələlik şabalıdır. Bunlar qalsın qıraqda. Ən birinci əti belə sudan çıxardacam, qoyacam qazana. Əti belə yığdım, hardasa 1,5 kilo ət idi bu. Üzərinə də belə quyruq qoymaq lazımdır. Quyruq qoymadım, çünki ət yağlı idi. Elə ətin öz yağlarıdır. Elə quyruq kimi belə kəsdim. Belə yığdım. İndi üzərinə su tökəcəm, soyuq su. Üzərinə belə su töküm, ətin üstünə çıxın. Yəni doldururam belə. Və qoyuram qaynara düşsün. Kefmi, onu yığacam. Kızlar, beləncə artıq bu hardasa bir yarım saatdan çoxdur. Bu yarım saatdan çoxdur, hə, qaynayır. İndi mən bura tökəcəm noxudu. Noxudum da çox yumşaq deyil, amma belə hazır noxuddur, qaynanmış, şişirdilmiş. Yəni çox qaynatmamışam. Noxudu deyəsən çoxdur, amma yoldaşım elə istəyir, deyir noxudu çox olsun. Ona görə noxudu çox tökürəm və soğanı da vuracam. Soğanı da belə xırda da doğraya bilərsiniz. Öyrətmək olmasın. Mən xırda bizdə soğan yeyilmir deyə belə iri doğrayıram. İri doğrayıb qoyacam. Qalan amma şabalıdır, belə turşudur. Bunları pişənə yarım saat qalmış. Duz da tökmürəm, sadəcə soğanla noxudu tökdüm və ağzı bağlayıb pişəcək. Bu hələ hazırda 3 saatdır pişəcək. Xırda ilə də ağzını belə bağlayıram. Öz-özünə qaynayıb pişəcək. İndi nə eləyirəm qızlar? Bu müddətdə də mən də belə İranındır, haranındır şeydir. Bunun adı nə idi? Zəfəran dəmləyəcəm. Ondan bir damla tökəndə də deyirəm, tökəndə. Bu hələ çoxdur. Yəni bu əsl zəfərandır deyirlər. Elə deyib gətirib pay gətirmişdilər bizə İrandan. Qaynar su əlavə edib
Biraz artıracağım. Bilmiyorum. Birden deyirəm renk almaz. Belə dəmliyim zəfəranda. Zəfəranda axırda döküləcək. Biraz əlavə eləyəcəm. Qoy yaxşı sarı olsun. Qoy bol olsun. Onsuz da bu qalıbını işlətmirəm. Bəlkə də vaxtı çıxıb bunun. Amma qoxusu gəlir, zəfəran qoxusu. Biraz belə oxalayaq, görək necə olacaq. Qoy görək. Bunun ağzında örtün, bu da burada dəm alsın kızlar. O orada pişsin, bu burada dəm alsın. 1-2-3 saat pişəcək bu. Elə bu, bunu da götürün. Zəfəran da qoyuram bunun üstünə, istiliyi verəcək, dəm alacaq. O ağzını örtürəm, qalsın belə. Hə, belə işlər qızlar. İndi mən gedirəm, evi təmizləyim, toz soğanlayım. Biraz sizə oradan da çəkeyim. Hər şeydən biraz çəkilsin. Düzdür, heç onsuz da baxış sayı falan yoxdur. Yanından çəkirəm, yığıram ora, baxış yoxdur. Amma belə çəkirəm də, hər dəfə çəkmirəm ki, izləmək yoxdur da, yəni baxış yoxdur deyə çəkməyə həvəsim ölür. Bu dəfə elə özüm üçün vaxtıma görə, hamınız bilirsiniz ki, onsuz da mən neçə dəfə demişəm, mən pula görə kanalda yəni şey eləmirəm, sadəcə başım qaçsın da, xoşum gəlir videolar çəkməyə, ona görə çəkirəm. Yəni burada qazanc məsələsi deyil. Əlbəttə ki, kim istəməz ki, qazanc da olsun, amma yoxdursa sadəcə həvəskar çəkirəm də, yəni özüm üçün. Toz soğan gəldi ortaya, demək, evləri toz soğanlamağa başlayayım. Tozunu alım, təmizləyim. Buraları zaten sileyim. Mən televizorda da Əzzə xanım var. Hamı tanıyır yəqin bunu. Bu mənim qonşumdur. Əzzə xala. Mənim da elə bil kənddə bizim qonşumuzdur bu. Bizdən 3 ev arada. Aramızda 3'dür ya 4'dür ev var. Bizim yəni mənim yaşadığım yerlərdir. Mən doğulduğum onun çəkim. Videonu saxlamışam, həmişə baxıram videolarına. Çünki ona baxanda elə bilirəm evdəyəm də, yəni öz kəndimizi, öz ətrafımızı görürəm deyə hər zaman baxıram videolarına. Yəni bu mənim qonşumdur. İndi başlayayım kızlar işimə. Sizə də biraz çəkim. Bunlara baxın, Leyla sındırıb hamısını. Leyla burada qalanda salırdı, sındırırdı, bunu da sındırır burada. Bir dənə bu sınıb, biri də sınmışdı, onu yapışdırdım. Belə saxlayıram ananas. Salfetkalardan toz almağı buradan işlədirəm. Çox rahatdır, yəni belə silib atmağa. İşte görəndə çəkmək çətin olur.
temizledim, yığıştırdım, sildim. Daha sonra anladım, indi de artık buna geldim bakmağa. Zəfəran rengine. Ben birinci gösteririm. Görünce dem aldım. Sapsarı. Belə açın. Ehtiyatla açın. Ehtiyatla açın ki bu yandırmasın. Bir ətri yayılıb bu saksı qabın ətri ilə. Saksı çim deyil, saksıdır, hə, saksı qabdır. Soğan da tam ölüb. Noxud da yəqin ki pişib. Hələ pişəcək də, ət də pişib. Amma hələ pişəcək, hələ götürmürəm. Oy. Hələ suyu görürsünüz qızlar nə qədər azaldı. İndi piti pişirən qızlar hamı bilir də necə olur. Duz tökməmişəm, indi duz da töküyorum buna. Artıq ət pişib. Duz da hər kəsə göz qədəridir. Bütün xanımlar bilir artıq. Gözümüz öyrəşib. Turşu. Bəlkə də düşünərsiniz ki, nə qədər çox tökür. Məsəl üçün, burada hardasa 5 dənə piti qabının yeməyi var. Hərəsinə 2 dənə, 3 dənə töksək, elə 1, 2, 3, 4, hədə elə eyni olur. Hətta azdır ki, çox deyil. Bir də ki, bu turşu çox turşuluq vermir, biraz da şirinliyi verir. Sonra da şabalıdır. Şabalı da biraz sevirik bol eləyəcəm. Her şey koy bol olsun. Sonra ne tökülür de şey. Bəsdir məncə. Aylap da çox eləməyim. Bu da belə və zəfəran. Ama bunu tökmeyeceğim. Bunu geri kaldır. Bu da belə. İndi yenə də belə pişəcək bu. Yavaş yavaş pişəcək. Açmışam özüm də artıq iyisindən, nə bilim, belə udqunuram uje. Açmışam deyə. Tezdən də nə yemişdim mən? Bəh. Duzunu çox elədim deyəsən. Bir dənə də bir damcı heyva atacağım. 2 belə dilim heyva atacağım. Heyva bəzi YouTube'da görmüşəm, bəzi nə deyirlər, aşpazlar heyva da atırlar pitiyə. Dadlı eləyər bunun dadı. Beləliklə bu hazır olsun. Pişsin.